Deməli, birinci sual. Foksun həqiqi olması üçün bu toplayıcı linza olmalıdır. Səpəci linzanın foksu möfhumu olur. Və xəyalın da möfhumu olması üçün gərək D kiçikdə F məsafəsində yerləşsin. O da C variantındadır. D kiçikdə F olanda xəyal möfhumu alınır toplayıcı linzada. Sonra kvadratın mərkəzində elektrik sahəsinin intensivlik vektoru hansı istiqamətdə yönələr? Deməli, bu müsbətdən intensivlik müsbətdən çıxır. Bu mənfiyə daxil olur. Həmçinin bu mənfiyə bir dənə də daxil olacaq. Bu müsbətdən bir dənə də çıxacaq. Yekunda da təbii ki, yuxarı yönələcək. Aha, birinci otaqda quru termometrlərin göstərişləri eynidirsə, deməli, otağın temperaturu hər ikisində eynidir. Deməli, Fi1 65. Biz bilirik ki, nisbi rütubət quru və yaş termometrlərin göstərişləri fərqi ilə tərs asılıdır. Onda belə çıxır ki, Fi T yaşla düz asılı olmuş olur da. Əslində məxrəcdə də, amma qarşıda mənfi işarəsi var deyə düz asılı olmuş olur. Və ona görə də 65 böyükdür. Orada quru termometrin göstərişi yaş termometrin göstərişindən böyükdür. Onsuz da bu ikisində də bir ortaya yazılmalıdır. Otaqdakı su buxarı doymayan buxardır. İkisində də doyan olsa orada nisbi rütubət şeh düşür də, yəni 100% olur. Otaqda mütləq rütubət daha böyükdür. Nisbi rütubət rho bölünsün, rho 0 vurulsun 100% ilə təyin olunduğuna görə harda nisbi rütubət çoxdursa orada mütləq rütubət də çoxdur. Otaqda su buxarının parsial təzyiqi kiçikdir. Fi P bölünsün P0 vur 100% olduğundan harda nisbi rütubət kiçikdirsə parsial təzyiq də yəni kiçik olacaq. Belə. Sonra deməli V0 da yönəlib sola doğru, qüvvə də sola doğru yönəlib. Sürtünmə misalını veriblər. Sürtünmə qüvvəsini bir dənə hesablayaq. MJ-dən 0.5-i vuraq J 10-dur. M də 2-dir. Bu eləyəcək 10 Newton. Belə gedir. 10 Newton sürtünmə qüvvəsi var. 25 Newton da artıq varsa, dartı sürtünmədən çoxdur. Deməli, bu yeyinləşən hərəkət eləyəcək. Amma gördüyünüz kimi X oxunun əksinə getdiyi üçün X oxunun əksi istiqamətində müəyyən bir yeyinləşən hərəkət olacaq. Kök altında QU bölünsün M. Bunu da QU-nun yerinə biz YK yazaq. YK-nı da M-ə böləndə məlumdur ki, YK bərabər MV kvadratı bölünsün 2-dir. V də bərabər kök altında 2YK bölümdür. Deməli, bu sürətin vahididir. Adətən kök altında olanda enerjiyə müraciət edirik. Fotoeffekt zamanı udulan fotonun enerjisi 3A çıxışdır da, deyir bizə. Onda Y foton bərabərdir Y kinetik üstəgəl A çıxış olduğundan 3A çıxış bərabər olacaq Y kinetik üstəgəl A çıxış. 2A çıxışa bərabər olacaq Y kinetik də. Deməli, M1 ilə M2 arasındakı gəlin F-i yazaq. Kütlələri M3, 2M2-dir. Bir dənə kütlələri M1 və M3 olan nöqtələr arasında. Belə. Başlayaq. J vurulsun, M1 vurulsun, M2. Bunların arasındakı məsafə nə qədərdir? 1, 2 damadı kvadratı 4 eləyəcək. Buna F deyiblər. Bu dursun belə. Sonra M1 ilə M3 nöqtələr arasında M1 vurulsun, M3 bölünsün. Qabaqda da J var. M1 ilə M3 arasında 1, 2, 3, 4 dama var. Kvadratı 16 eləyəcək. Bunu biz axtarırıq. Və M3 bərabərdir 2M2-dir. Gəlin M3-ün yerinə 2M2 yazaq. Aha, bax, 16-nı da belə yazaq. 4 vur 4 yazaq. Ondan sonra çox diqqətli bir şəkildə bunu götürürəm, bunu götürürəm və bunu götürürəm və bunu götürürəm. Bu göylərin hamısı bir yerdə F-dir də. Onda buna qalır F böl 2. Bu tərpənən blokdur. İpin sərbəst ucu 4 saniyə müddətində 3.2 metr yerini dəyişirsə və ip bərabər olacaq 3.2 bölünsün 4. Bu da eləyər 0.8. Yükün sürəti ipin sürətinin 2 dəfə az olmalıdır. Yəni yükün sürəti olacaq və yük bərabərdir 0.4. Mənə də deyir kinetik enerjisini hesabla. Kinetik enerjinin düsturu mv kvadratı böl 2-dir. M-i 60 veriblər. 0.4'ün kvadratı bölünsün 2. Bu da 30 olacaq. Yəni ki 0.16 vurulsun 30.
Bu da verəcək bizə 4/8. X bərabərdir 1 bölünsün omega s'dir. 1 bölünsün 2 pi nu s olacaq. Oradan da biz nu tapsaq görərik ki 1 bölünsün 2 pi s və x. Belə çıxır, bu tezliyi verəcək bizə. Hansı zaman anında cisimlər arasındakı məsafə ən böyük olar? Cisimlər arasındakı məsafə fiqurun sahəsidir. Deməli, baxın bu fiqur onların arasındakı məsafədir və bu get-gedə artır, bu fiqur böyüyür ta ki T4 anına qədər. Ona görə ən böyük məsafə T4 anında olacaq. Sonra bu məsafə, baxın, balacadır artıq. Sahə balacalaşır. Burada da ki F bərabər MA-dır. 8-i vurarıq 5-ə, ya da ki 4-ü vurarıq 10-a, eləyəcək 40. Gərilmə qüvvəsi yuxarı yönəlir. Aşağı doğru mg ağırlıq var. Bir də yuxarı doğru F Arximed var. F Arximedi buradan tapsaq olacaq mg minus t. Gördüyümüz kimi Arximed qüvvəsi gərilmə qüvvəsi ilə qabaqdakı minusa görə yola getmir. T1 T2-dən, T2 də T3-dən böyükdürsə, onda F1 kiçik olacaq, F2 o da kiçik olacaq F3-dən. Yəni bunun tam tərsi olacaq. Mayələrin sıxlıqları da ki, Romaye və batan J Arximed qüvvəsini verir də bizə. O da, yəni Arximed qüvvəsi necədirsə o cür olacaq. Yəni Rho3 böyüdür Rho2, o da böyüdür Rho1. Yox, bu deyil. Rho3 böyüdür Rho2, o da böyükdür Rho1. A variantı. Verilmiş kütləli ideal qaz deyir, M konstantdır. İzoxor prosesdə gördüyümüz kimi V konstant qalıb, təzyiq də azalıb. PV bərabər nÜRT-yə əsasən, deməli V konstant qalıb, təzyiq azalıbsa, bu deməkdir temperatur azalır. Temperatur azaldığı üçün, deməli, buradan daxili enerji U bərabər 2-də 3 nu R T'dir. Verilmiş kütləli ideal qazda temperatur azalanda daxili enerji azalır. Kinetik enerjinin artmasını istəyir. YK bərabərdir mv kvadratı bölü 2-dir. Kinetik artırsa bu deməkdir ki, sürət artmalıdır. Yəni biz yeyinləşən hərəkət axtarmalıyıq. Yeyinləşən hərəkətdəki bir buradadır, birinci hissədə sıfıra sürüşdürsəz görə bilərsiniz. Bir də buradadır, üçüncü hissədə. Yenə də sıfıra sürüşdürsəz görə bilərsiniz ki, o yeyinləşən hərəkətdir. Çevrədə sürətin toxunan istiqamətdə yönəlməsinə səbəb elə budur da, biz ipdən asılmış kürəni fırladan zaman qaçı ilə ipi kəssək, hər yerdə elə bil ki, həmin o cızdığı çevrəyə toxunan istiqamətdə gedir. Ona görə də burada da aşağı olacaq. Yəni, sürətin istiqaməti kimi. Mütləq uzanmanın başlanğıc uzunluğa nisbəti bizə nisbi uzanmanı verir. Epsilon adsız kəmiyyətdir, vahidi yoxdur. Təcilin amplitud qiymətini tapmaq üçün 4 pi kvadratı xm bölünsün t kvadratı düsturuna müraciət eləyə bilərik. Pi 3-dür, kvadratı 9 olacaq. Xm-i buradan 0,8 olduğunu görürəm. Periodu da saymaq üçün 4 hissəni götürürəm və 4-ə düşür. Onun da kvadratı 16. İxtisarlar aparsaq, bu ilə də bu getsə 0,4 0,2, 9-u da 0,2 vuranda 1,8 verər. Sabit həcmdir və konstant izoxor prosesdə kütlədə sabit qalıb. Temperaturu 3 dəfə azaltdıqda bu o deməkdir ki, PV bərabər nÜRT-yə əsasən temperatur azalırsa, deməli təzyiq də azalır. Yəni P1 də bərabərdir 3P2-dir. Və digər tərəfdən P2 bərabərdir P1 minus 500 miqdar da verir. 2 dənə əlimizdə tənliyə alınmış olur. P1-in yerinə aparıb 3P2 yazaq. Onda 2P2 bərabər olacaq 500-ə. Buradan da P2-ni tapacağıq. 250 verəcək bizə. Bizdən əvvəlki qiyməti soruşur. Aparıb P2-nin yerinə 250-ni qoyaq. 3 vurulsun 250. Bu da bizə verəcək 750. Aha. Bu da dəfələrlə gördüyümüz sualdır. L bölünsün N, D-nin düsturudur. Maksimumlar şərti üçün K lambdaya bərabər olacaq. Və lambdanın da yerinə S bölünsün nu yazaq. Çünki bizə tezliyi verib.
və buradan K-nı tapmaq lazımdır. Olacaq L nu bölünsün Cn. K bərabərdir. Qiymətləri qoyaq. Millimetri metrə çevirmək üçün 10 üstü -3 vuracağım. Tezlik 6 vurulsun 10 üstü 14'dür. Və C-nin qiyməti 3 vur 10 üstü 8'dir. N-in də qiyməti 500 cizgi var deyir. Bu ilə bu ixtisar gedər 2 qalar. Bu ilə də bu ixtisar gedər 250 qalar. Bu da bizə verər 4. Deməli, biz normalda deyirik ki, R U-dan I-dən asılı deyil də, düzdür. Amma burada 3 fərqli rezistordur, 3 fərqli müqavimətdir. Onda biz U-ya yaxın olanı böyük götürəcəyik. Yəni, baxın, həm də ki, kotangensi alfa olduğu üçün bucaq kiçik olanı da böyük götürə bilərik. Amma U-ya yaxın olanı da deyə bilərsiniz. I-dən uzaq U-ya yaxın olsun. Buna görə R1 böyüdür, R2 o da böyüdür R3-dən. Belə burada, yəni fərqli rezistorlarda da. Bu da dəfələrlə gördüyümüz sual tipidir. Düsturları qeyd edirəm. İmpulsu azalanda istəyir sürət, istəyir impuls, istəyir kinetik enerji azalsın, period dəyişməz. Və radius isə impuls azalanda bu deməkdir ki, sürət azalıb da. Sürət azalanda onda radius da azalar. Belə. Deməli, kinetik enerji alınır elektrik sahəsinin hesabına. Belə, YU bərabər MV kvadratı bölü 2. V də bərabər olacaq kökün altında 2YU bölünsün M. Bu da bizə tanış olan suallardandır. Y bölünsün M-i bizə veriblər. 2 vurulsun 10 üstü 11 götürün deyir. Gərginlikdəki 40'dır. Bu da olacaq kökün altında 10 üstündə 12 16 eləyəcək də. Aha, oradan da 4 vurulsun 10 üstündə 6 çıxır. Cavabı mega ilə istəyir. Yəni ki, cavab təkcə 4 olacaq. 4 megametr bölünsün saniyə. 15 sutka ərzində nüvələrin 8'də 7 hissəsi parçalandı. Deməli 8'də 1 qalıb. 8'də 1 bərabərdir. 2 üstündə mənfi 15 bölünsün T deyərəkdən periodu tapa bilərik. Düsturu qeyd edeyim ki, delta n bərabərdir N0, 2 üstündə mənfi T bölünsün T'dir. 8'də 1'i 2 üstündə mənfi 3 yazacağım. Buradan olacaq, deməli 15 böl T bərabərdir 3. Buradan da T'ni tapacağım 5. Yarım çevrilmə periodu 5 imiş. 16'da 15 hissəsi parçalanıbsa, deməli 16'da 1'i qalıb. 16'da 1'i də bərabər eləyəcəm. 2 üstündə mənfi T bölünsün həmin o yarım çevrilmə periodu olan 5'ə. 16'da 1'i 2 üstü neçə yazmaq olar? 2 üstü mənfi 4 yazmaq olar. Bunda da T bölünsün 5 bərabər olacaq 4'ə. T də bərabər olacaq 20'yə. Lambda bərabərdir. Deməli, tezliyi verib də S bölünsün new'dur. S 3 vur 10 üstü 8'dir. New'daki 3, megada 10 üstü 6 deməkdir. Bu da qalacaq 100. Əvəzləyici qüvvənin işinin mənfi olması üçün bu yavaşlayan hərəkət olmalıdır. YK azalmalıdır ki, axı delta YK bərabərdir A-dır. YK azalanda olacaq iş mənfi. Sürət azalmalıdır, yəni yavaşlayan hərəkətlər seçməliyik. İkinci hissədə əvəzləyici qüvvə ümumiyyətlə yoxdur da, təcil yoxdur, axı ona görə də bəli, sürət sabit qalır, YK dəyişmir, əvəzləyici qüvvə iş görmür, yəni 0 olur. Birinci hissədə sürət azaldığına görə iş mənfi olur. Üçüncü hissədə isə yeyinləşən hərəkətdir, sürət artır, YK artır, işdə olur müsbət. Maqnit induksiya xətləri N-dən çıxır, S-ə daxil olur da xaricdə. Ona görə də bu şəkildə deməli L-də aşağı, M-də sola, K-da da yuxarı yönələcək B induksiyasının istiqaməti. Deyir ki, sabit gərginlik mənbəyinə qoşulmuş U konstantı kondensatorun nöqtələri arasında M kütləli damcı sükunətdədir. Deməli, əvəzləyici qüvvə 0'dır, təcil 0'dır. Aşağı doğru MJ ağırlıq qüvvəsi təsir eləyir, sükunətdədirsə yuxarı doğru QY təsir eləməlidir. Bura müsbət, bura mənfi olduğundan özləri veriblər də burada. Deməli, yüklü zərrəciyin özünə yuxarı doğru cəzb olunmaq üçün özü mənfi olmalıdır. Mənfi yüklü zərrəcik olmalıdır ki, müsbətə cəzb olunsun və tarazlıq yaransın. QY bərabərdir, MJ olsun. Belə, indi Y1 bərabər 100 volt böl metrdir. Aha, Y2 bərabər 150. Fikir versəz, intensivlik əvvəl
az idi, sonra artıb. Deməli, intensivlik artıbsa, deməli qüvvə artır da, yəni QE qüvvəsi artır. Artıq QE MJ-dən çox olacaq. Bayaq bərabər idi, indi MJ-dən çox olacaq. Ona görə də sükunətdən başlayan hərəkət yeyinləşən olacaq. Təcili də yazaq. A bərabərdir kəsr xətti QE minus MJ bölünsün M. Aha, belə. Yəni, yuxarıya doğru QE istiqamətində hərəkət edər. Aha, artıq QE MJ-yə bərabər deyil, QE MJ-dən çoxdur. Ona görə də bu təcilli hərəkət olar. Bərabər təcilli hərəkət baş verər. Yuxarı doğru hərəkət edər. Yuxarı doğru bərabər yeyinləşən hərəkət edər. Sükunətdə olanda Q vurulsun 100 bərabərdir MJ-dir. İkinci halda isə artıq intensivlik artıb 150 olanda 150 vurulsun Q minus MJ bərabər MA-dır. İndi mən burada A-nı tapmaq üçün 150 Q-nü də MJ ilə ifadə edeyim ki, M-lər ixtisar getsin də. 100 Q əgər MJ-dirsə, onda 150 Q neçə MJ olar? Əgər 100 Q MJ-dirsə, 150 Q 1,5 MJ olar da. Bərabər eləyəcəm MA-ya. M-lər ixtisar gedəcək. 1,5 J-dən J-ni çıxanda qalacaq 0,5 J bərabərdir A. J də 10-dur. A da bərabər olacaq 0,5 vurulsun 10. Yəni ki, 5. Qaldı qrafikin qurulması. Təcilin intensivlikdən asılılıq qrafiki. A bərabərdir QE minus MJ bölünsün M-dir də. Q sabit, M sabit, J sabit. Y-ni də ki 100-dən 150 intervalında artırırlar. Ona görə də intensivlik 100 olanda damcı tarazlıqdaydı da, yəni orada təcil yox idi. Sonra isə xətti artır. Ona görə qrafik müəyyən bir dəyərdən başlayacaq. Çünki 100 olanda təcilin qiyməti 0 idi, tarazlıqdaydı, təcil yox idi. Sonra artırdıqdan sonra bura 150 olduqda biz tapdıq ki, təcilin qiyməti 5 olur.